Şuradan, mən hesab etmirəm ki, hal-hazırki durumda Amerika Birləşmiş Ştatları İranı hal-hazırki durumda yaxın müddətdə bombalamaq fikrindədir. Sözsüz ki, Tramp həmişə bunu istisna etmir ki, hərbi əməliyyatları istisna deyib. Amma bu Trampa məxsus, məhz Trampa məxsus sövdələşmə üslubudur. Biz hadisələrə yaxın 1-2 ayda əgər nəzər salsaq bir xronoloji, baxaq ki, Trampla, yəni Amerika Birləşmiş Ştatları ilə İran arasında bir neçə dəfə məktublaşma prosesi getdi. Əvvəl də bu məktublaşmanı İran tərəfi inkar edirdi, cavab verməməyi deyirdi və İranın dini lideri, baxmayaraq İranın indiki prezidenti Pezeşkiyan əvvəllər danışıqların tərəfdarı olduğunu bəyan etmişdi. Amma dini lider Xamneyi fətva verəndən sonra ki, bir danışıqlardan söhbət gedə bilməz, bizi alçaldan, yəni İranı alçaldan şərtlər olan danışıqlarda biz iştirak etməyəcəyik birbaşa. Belə olan halda Pezeşkiyan da dedi ki, artıq dini liderin sözünü dedi. Bu da təbii, əsas orada xarici siyasəti dini lider müəyyənləşdirir. İran bu paralellikdə Amerika Birləşmiş Ştatları Tramp da daimi kəskin bəyanatlar verirdi, hədələyici bəyanatlar verirdi. İran üçün daha pis olacaq, daha ağır problemlər olacaq. İran hər dəqiqə vurula bilər və yaxın şərqdəki hərbi gücünün artırılması da birbaşa İrana göstərmək istəyirdi ki, Tramp zarafat etmir. Amma bu Tramp sövdələşməsidir. Tramp maksimum şərtlər, maksimum hədələr irəli sürür ki, orada qarşına qoyduğu məqsədə çatsın. Biz bilirik ki, hər iki dövlət bu danışıqlarla müəyyən bir vaxt tutmaq istəyir. İran əvvəl belə bəyanatlar versə də, sonradan yavaş-yavaş yumuşalmağa başladı. Bunun da səbəbləri var. İran yaxın şərqdə mövqelərini yavaş-yavaş itirməyə başlayır. Bu Hamas qrupasına da aiddir, Hizbullaha da aiddir və İran ki, artıq Husilərə qarşı hücuma başladı və bilirsiniz, məlumatlısınız ki, dünən İraqda İranın məxsus şəhər qrupları var ki, polis dəstələrində, onlar da artıq dedilər ki, konflikt olsa biz iştirak etməyəcəyik. Hətta dedilər ki, biz İraq silahlı qüvvələrinə qoşulmağa hazırıq. Yəni, yaxın şərqdəki getdikcə zəifləyən mövqeyini görən İran, Amerika Birləşmiş Ştatlarından danışıqlara getməyə razı oldu. Təbii ki, hər iki tərəf, əsasən də İran, daxildəki nüfuzunu saxlamaq üçün, cəmiyyət arasındakı mövqeyini saxlamaq üçün göstərdi ki, biz bu bəyanatları ona görə verirdik. Daxili auditoriya hesablamış bəyanatlar idi, amma son nəticədə bu danışıqlara gedirdi. Bəli, vasitəçi Oman dövlətidir. Bu dövlətdə Xaricilər Naziri oldu, iştirak eləyəcək, siz qeyd etdiniz. Amma birbaşa İranın Xaricilər Nazirliyinə Uitkov içdə yüksək səviyyəli nümayəndədir, məmurdur. İranın bu Xaricilər Naziri Uitkov da Trampın yaxın şərq üzrə demək köməkçisidir, yaxın şərq üzrə xüsusi nümayəndəsidir. Və bu danışıqların başlanması hardasa İranın demək hücuma məruz qalmasının Amerika Birləşmiş Ştatlarına vurulmasının bir qədər qarşısını alır. Biz əgər hiyləgər fars diplomatiyasına nəzər salsaq, İran bundan vaxt tutmaq istəyir. Sözsüz ki, ilk danışıqlardan sonra hər bir şey o saat həll olunmayacaq. İran bu danışıqların uzadılmasını istəyəcək, müəyyən mərhələlər keçəcək və bu gün üçün əgər biz nəzər salsaq ki, Moskvada da İran, Çin, Rusiya demək Xaricilər Nazirləri nümayəndələri arasında İranın nüvə silahı ilə bağlı danışıqlar aparılıb və 12 aprelə İran eyni zamanda əlində daha bir koridoruna getmək istəyir ki, İran, Rusiya, Çin də bu məsələləri müzakirə edir, siz qeyd etdiniz. Rudenkonun çıxışını qeyd etdiniz ki, bu ətrafda çox gərgin bir vəziyyət yaranır. Eyni zamanda Rusiya Rudenko səviyyəsində bunu deməklə biraz İranı da başa salmaq istəyir ki, Amerikanlarla danışığa girsin. Çünki yaxın şərqdəki konfliktlər bu gün üçün heç kimin marağına uyğun deyil. O cümlədən İsraili çıxmaq şərtilə, o cümlədən Rusiyanın öz maraqlarına da uyğun deyil. Rusiyanın özünün
Ukrayna ilə böyük konfliktin hələ həll olunmamış mərhələsindədir. Dünən Lavrov Avrasiya ölkələrinin səfirlərin görüşlərində də yaxın şərqdəki vəziyyətin çox gərgin olduğunu və bunun bütün region üçün, o gün o cümlədən Cənubi Qafqaz üçün çox təhlükəli olduğunu qeyd etdi. Və bütün bu proseslərin çərçivəsində sözsüz ki, İran yumşalmağa doğru getdi.